5 iyul tarixində baş verən elə hadisələr var ki, bəziləri dünyanı dəyişdi, bəziləri isə hər kəsi təəccübləndirdi. Gəlin bu gün tarixində iz qoyan ən maraqlı hadisələrə birlikdə baxaq. Isaac Newtonun məşhur Prinsipi əsəri nəşr olundu. Bu kitab hərəkət və cazibə qanunlarını izah edərək müasir fizikanın əsasını qoydu və elm tarixinin ən mühüm əsərlərindən biri hesab edildi. Venezuela İspaniyada müstəqilliyini elan etdi. Bu qərar Cənubi Amerikada azadlıq hərəkatının güclənməsinə təkan verdi. Ölkənin tarixində yeni bir dövr başladı. Dünyada ilk biçini ictimaiyyətə təqdim olundu. Sadə görünən geyim o dövrdə böyük qalmaqala səbəb oldu. Bəzi ölkələrdə hətta qadağan edildi. Zaman keçdikcə isə dünyanın ən məşhur çimərlik geyimlərindən birini çevrildi. Jeff Bezos kiçik bir onlayn kitab mağazası kimi Amazon şirkətini qurdu. O gün atılan addım sonradan milyonlarla insanın alış-veriş vərdişlərini dəyişdirən nəhəng bir texnologiya şirkətinin başlanğıcı oldu. Tarixə düşən Dolly adında qoyun dünyaya gəldi. O, uğurla klonlaşdıran ilk məməli idi. Bu hadisə genetik sahəsində yeni müzakirələrin və elmi inkişafın yolunu açdı. Bu hadisələrin hansını ilk dəfə eşitdiniz? Fikirlərinizi şərhlərdə yazın və tarixdə bu gün baş verən maraqlı hadisələri qaçırmamaq üçün bizi izləməyi unutmayın.